tar, kamança, oturub rast çalıb, tutalım İsveçrədə 1 saat dəstgahla o təbliğatdır. Toy məsələsi işləri çox görür. Bir sənətçi o qədər rahat qazanır ki, toydan. Bunu İtaliyaya gedib 3 günümü sərf edib, samolotdan böyük, həmin puldan da yaxşısını qazanaramsa, biraz belə o stimul ölür. Birincisi toylar o vaxtı korlanmağa başladı ki, yeməklə musiqi birləşdi. Mahnıları bir-birinin ardına qoşuruq ki, ritm dayanmasın ki, xanımlar rəqsə öyrəsin. Tez çıx, boşluq oldun deyə ev yiyəsi deyəcək ki, niyə dayandınız? Ha, necə niyə dayandınız? Filan kəs gəldi, 5000 getdi, filan kəs gəldi, 3000 getdi. Mən özümə də deyən olub ki, qardaş, yəni xalq artistlərindən ki, mən səni başa düşmürəm. Burada diplomatiya lazımdır. Açığı deyim də, yəni borc edib bahalı maşını da almalısan. Deməli, niyə tar? Bunu bir neçə müsahibəmdə də demişəm. Bu tam təsadüf olub əslində. Mən kənd yerində böyümüşəm. Bütün günü həyətdə, məhəllədə, futbol, nə bilim, gizdanpac. O vaxtın oyunları çox idi təbii ki. Elə küçədən bacadan yığışdırılmaq üçün musiqiyə yönləndirildim. Musiqi də, yəni bir neçə musiqi aləti var da, milli xalq çalğı alətləri olaraq. Tar seçildi, yəni belə tam belə təsadüfən. Amma atam sonradan deyirdi ki, babama deyib ki, mən tara istəyirəm. Çox deyib babama ki, mən tara istəyirəm. Babam qoymayıb atamı tara. Elə bir ki, atam öz o çatmadığı arzusunu elə mənim üstümdə gerçəkləşdirmək istəyib, amma tam yəni məqsəd yönlü olmayıb ki, bu uşaq tarzən olsun. Sonra müəllimim nəsə hiss eləyib ki, bundan nəsə çıxar, nəsə alınar filan. Astaca valideynlərimə pıçıldayar ki, bundan ola bilər nəsə olsun. Evdə daha ciddi məşğul olmağa başlasın, üstündə dayanın, nəzarət eləyin filan. Yəni bir də ayıldım ki, yəni 4 saat, 5 saat çalmamış həyətə buraxmırlar. Sonra bir müsabiqə oldu, Hacı Məmmədov adına müsabiqə. Orada rəhmətlik Vasif Adgözəlov jürinin sədri idi. Mənim də yaşım çox az idi. Orada deməli heç yadımdan çıxmaz. Birinci yer olmadı, ikinci yeri 3 nəfərə verdilər. Onlardan biri də mən idim. Ən az yaşlı iştirakçı idim. Amma diplomda səhvən birinci yer yazıldı. O diplom qalır, səhvən birinci yer yazıldı. Sonra bir il sonra o müsabiqənin növbətisi oldu. Orada birinci yer tutdum. Bu müsabiqələrdən sonra lap söhbət ciddiləşdi. Yəni ki, nəsə ola bilər, dəqiqləşmişdi. Sonra Bülbül adına məktəb, sonra konservatoriya. O illər ərzində də müsabiqələr, konsertlər. Artıq Bülbül adına orta ixtisas məktəbində oxuyanda ilk qastroluma getdim Türkiyəyə. Sonra Qırğızstana, orada da yer tutdum. Laureat oldum. Sonra Gürcüstana, sonra Milli Konservatoriya. Orada birinci kursda Əhsən Dadaşov adına müsabiqə oldu. Orada laureat oldum. Sonra bir çox müsabiqələr, bir çox konsertlər. Hər ildə solo konsert verirdim. Hər il mən solo konsert vermişəm. Bülbüldə oxuyanda da, Milli Konservatoriyada da. Sonra əsgərlik, sonra gəldim magistr pilləsinə yüksəldim. Sonra artıq 2013-də mən Beynəlxalq Muğam Festivalının qalibi oldum. O ilə də bütün həyatım dəyişdi. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Mən ümumiyyətcə solo fəaliyyətə həmişə meyilli olmuşam. Dediyim kimi solo konsert, solo çıxış, düzdür, duet konsertim də olub mənim. Yəni trioda da işləmişəm. Yəni o müddət çox olmayıb, yəni bir neçə müddət xanəndə ilə işləmişəm. Amma işləyəndə də belə, yəni açığı deyim də, elə bir fikrim yox, əsas fikrim həmişə solo fəaliyyətdə olub. Həmişə o ürəyim dolu olub. Xanəndə də bilirsiniz necədir? Əladır. Xanəndə oxuyub, tariximizdir, qanımızdır, canımızdır. Bu üçlük formatı var. Tar, kamança, xanəndə.
deməli, bu onsuz da var. Bu yüzillərdir var, yüzillərdir də olacaq. Yəni bundan qaçası bir yerimiz yoxdur. Və düşünürəm ki, burada bir dənə də haşiyə çıxım. Hər bir tarzən bu etapı keçməlidir. Yəni onu keçməlidir. Müşahiət bir ömrünü keçməlidir. Mən hətta toyda da ifa eləmişəm, saz da çalmışam. Yəni toy dəstəsində bir neçə müddət toy da getmişəm. Lap tanınmış müğənnilərlə də, onların ansamblında da çalmışam. Onu da keçməlidir. Bu etapları keçməlidir. Amma açığı deyim, o toya getdiyim müddətdə də, xanəndə ilə işlədiyim müddətdə də həmişə bir fikrim o solo fəaliyyətdə olub. Çünki deyəcəklərim çox olub, içim dolu olub da. İstəmişəm nələrsə göstərim və özümdə onu hiss eləmişəm ki, mən bunu eləyə bilərəm. Amma hal-hazırda üçlükdə boğuluram deməzdim. Yəni daha çox göstərə bilmirəm də. Mən bunu soloda daha yaxşı göstərə bilərəm. Nəinki üçlük formatında, müğənninin ansamblında. Onları göstərmək demək olar ki, mümkün deyil. Həmişə istəmişəm ki, bir şəkildə bu etapları tez bir vaxtda keçim və o istədiyim məqama çatım. O məqam da məndə 2013-dən sonra oldu. 2013-də Beynəlxalq Muğam Festivalında bir 7 məqam adlı kompozisiya çaldım. Orada tam fikirlərimi bir yerə yığıb bir dənə kompozisiya düzəltdim. Çox belə fərqli eləməyə çalışdım. Əslində fərqli eləməyə, bilirsiniz, o deyirsiniz, tutalım ki, başqa cür ifa edirəm, başqa səslə. Bu, hər bir ifasında bəlkə də var. Onu kəşf eləmək lazımdır özlüyündə. Hər hansısa bir şəkildə özünlə təkmi qalmalısan, hansısa bir yaşantılar yaşamalısan, hansısa bir vəziyyətlərə düşməlisən, özünü kəşf eləməlisən. Çünki bir ifaçının o birisi ifaçıya oxşaması mümkün deyil. Sən ürəyin, barmaq izin, sənin kipriyin, qaşın, hamı individualdır. Hərən o ağacın bir yarpağı dünyada heç bir ağacın yarpağına bənzəməyən kimi insanlar da çox fərqlidir. İndi müəyyən xasiyyət qrupları var. Tutalım deyirlər, bu xasiyyət qrupu, o xasiyyət qrupu. Amma hər bir insan individualdır. Hərənin öz yaşantıları var, hərənin öz tarixçəsi var, hərənin öz ailəsi var, o ailədə tərbiyə, o sinif yoldaşları, o dostlar, o məhəllə, o institut, hərə tamam başqa-başqa yollar keçir. Amma necə ola bilər ki, bu musiqi yaşantıdır axı, musiqi içivin ifadəsidir. Sən necə oldu bu ifadə ilə o ifadə eyni oldu? Mütləq ki, əgər hər hansısa bir ifaçı özünə qulaq assa, öz daxili səsinə qulaq assa, o mütləq ki, başqa fərqli bir musiqi təqdim eləməli olacaq. İndi hansısa rutinə düşür, tutalım, o var da bizə muğam öyrədirlər, belə olmalıdır, əsər öyrədirlər, belə olmalıdır. Onu da keçməlisən. Amma bir müddət oradan qırılıb, özünü kəşf edib, özünü təqdim eləmək lazımdır. Məsələn, mən öz kompozisiyalarımla gündəm oldum da, yəni özümün bəstələdiyi. Düşünürəm ki, bu bəstələr çox ifaçı da ola bilər. Düzdür, bizim mahnılarımız da var, bəstəkar mahnılarımız da var, xalq mahnılarımız da var, amma hərənin içində ola bilməz ki, hər hansısa bir melodiyalar qaynamır. O melodiyalara, o içivə, o daxilivə yəqin ki, qulaq asıb fərqli olmaq elə də bir çətin bir şey deyil. Sadəcə o məqam var. O məqamı sındırıb, özünü kəşf eləyib, özünü təqdim eləmək qərarına və qətiyyətlə bu qərarı versən, düşünürəm ki, fərqliliklər yaranar və fərqliliklərdən də bizim alət ifaçılığımız çox inkişaf eləyər. Musiqimiz çox inkişaf eləyər. Diqqətlə qulaq asınız, kompozisiya halında mən məsələn təqdim eləyirəm də musiqimi. Hər hansısa bir yöntəm verirəm, sabitdə olmalıdır, girişi, çıxışı, ortası, inkişaf xətti, bir kulminasiya, oradan sonra təzədən ana xəttə qayıtmaq, girişdən çıxışın məntiqli olmağı filan beşməkan. Ola bilər kompozisiya quruluşu cəhətdən tutalım caz kompozisiyasına daha oxşayır. Yəni bizdə bir dənə də şey var da, məsələn, muğamdan, xalq mahnısından, təsnifdən çıxan kimi nəsə fərqli eləmək bir şey çalışırsan, deyirlər caz bu nəsə bir şey. Amma əslində caz tamam belə bilirsiniz də qəliz bir dünyadır, orada tamam başqa. Amma oxşarlıqlar var əslində muğamla cazın, yəni improvizə aləmidir, bu daxili aləmdir. Bu yerində ani qərarlarla yetişdirilmiş bir musiqidir də, muğam da elədir. Qəliblər var, bərdaşlı, mayesi filanı, amma
yerində hər hansısa bir o günün, o halın vəziyyətinə uyğun elə bir şey eləyə bilərsən ki, 2 dəqiqə sonra onu təkrarlamaq mümkün deyil. Özün elədiyin şeyi 2 dəqiqə sonra təkrarla. Cazda da elədir. Yəqin ki, o halda, o vəziyyətdə hər hansısa bir improvizə eləyərsən, hə, o hala da, yəni o tərəf müqabilinə uyğun, o atmosferə uyğun, o işıq, o tüstü, tutalım, o məkana uyğun. Heç özün də inanmazsan ki, bu nə edə elədim mən? Təkrarlamağa çalışarsan heç alınmaz. Tarımızın imkanları, tarımızın səsi, tarımızın tembri biz tarzənləri həmişə dünyanın dörd tərəfində uzaq eləyib. Yəni alətə görə heç vaxt utanmamışıq. Bir-iki çatışmayan cəhəti var. Məsələn, üzünün dəri olmağı, nəm havada üzü yatır, səsi çıxmır. Biraz çətin olur. O da elə çox vaxt Bakı şəraitində olur. Bakının havası nəmdir. Məsələn, buradan biraz uzaqlaşan kimi üzü tutalım, Kürdəmirə tərəf get, Şəkiyə tərəf get, Qazaxdan, Naxçıvan, Qarabağ tərəfə get, hava quru da oralardır. Çox gözəl səslənir tar. Eləcə də bu liman şəhərlərində çətin olur, çünki hava nəm olur da. Bir dənə o çatışmayan cəhətləri, bir-iki də, yəni o çatışmayan cəhətlərini qoysaq qırağa, həmişə tutalım festival nədir? Karnavaldır da, o alətini təqdim edir, bu alətini təqdim edir. Bir sərgidir də, o məharətini göstərir. Biz həmişə tarımızla uzaq olmuş, başucu olmuşuq həmişə ki, bax biz tarımızdan sənin musiqini də çalarıq, amma sən heç o musiqinin alətlə bizim musiqimizi çal. Amma mən öz musiqimi də çalıram, özdə heç sən bunu eşitməmisən. O eşidəndə də təbii ki, bizim muğamımız sərvətdir də, gözəl xammaldır. Həmişə də bu nə musiqidir? Hamı istəyir Braziliyası olsun, Yaponiyası olsun. Mən istədiyim ölkələrdən bir dənə Kubada olmamışam. Bütün ölkələrdə demək olmuşuq. Avstraliyadan tutmuş, Amerikasından tutmuş, Avropanı gəzmişik, Afrikanın bu yaxınlarda Keniyaya getmişdik. Asiya heç, Asiyada da olmuşuq ölkə-ölkə. Yəni elə bir ölkə olmayıb ki, belə də biganə yanaşsınlar ki, ya buna alətdir, maraq olmasın və yaxud gəlib maraqlanmasınlar. Həmişə biz səhnənin arxasında bir küt adam görmüşük ki, what's the instrument, dərisini soruşur, simlərini soruşur, ağacın materialını soruşur. Simlər deyirsən 11 dənədir, deyir ola bilməz, qoy sayım. Nəsə çox sim gəlir mənə. Şeydə axı. Orkestr səsi gəlir. Elə momentlər olur ki, orkestr səsi gəlir. Sayırlar ya 11, 11 dənə sim. Hələ deyirəm bu 4 dənə də çalmırıq biz. 3 dənə cüt simdə çalırıq da. Vəbşi bir şey olurlar ki, bu nə alətdir, bu hardan alaq, bu hardan öyrənək. Həmişə maraqlı olub. Kamançamız da həmçinin, balabanımız da, nağaramız da, yəni təkrar deyil. Ümumiyyətlə bizim musiqimiz belə, necə deyim, bir sandıqdır da, hətta deyərdim açılmamış sandıqdır. Potensial o qədərdir ki, hələ bəlkə biz onun 5-10%-ni istifadə eləmişik. Onu yaxşı bir formada təqdim eləyəsən, yəni açığı deyim də, milli formada gedib dəstgah oxumaq, yəni belə, biraz bəlkə kimlərsə xoş gəlməz, amma o formada yox. Onu daha başqa bir formada təqdim eləmək lazımdır. Onda biz istədiyimiz məqamlara çata bilərik. Hansı ki, Hind musiqisi dünyada necə məşhurdur. Deyə bilərsiniz ki, onlar da nə edir ki, oturur öz milli geyimlərində çalır. Amma onlarda bir dünyavilik var. Onların alətində edilmiş müdaxilələr, musiqilərində, məsələn, Şaxti qrup var idi o vaxtı. İndi Zakir Hüseyn rəhmətə getdi. Orada Şirinivas var idi, mandolin ifası. Elə bir qrup idi ki, John McLaughlin öz gitarası ilə Hind musiqisini elə birləşdirmişdi ki, hələ bir dənə o qrup əslində, düz deyək, Hind filmləri məşhurdur, Bollywood, o musiqilər də, o təbliğat da böyük şeydir. Amma məsələn, bir Şaxti qrupun elədiyi işlər hələ biz elə şey eləməmişik. O, təsəvvür edin ki, bir İngilis gitarist, o dünyaca məşhur İngilis gitarist gəlir Hindistana, Hind musiqiçiləri ilə həm Hind, həm İngilis musiqisini birləşdirir və dünyaya satmağa çıxardır. Buna İngilis də rahat qulaq asa bilir, çünki öz istədikləri məqamlar var orada. O xəttlə düşür Hindinin musiqisinə. Elə rahat olur axı. Biri var, sırf etnik musiqisini satırsan, bir də var ki, İngilisə İngilis dilində Hind musiqisini satırsan. O daha yaxşı anlaya bilir. İngilis alətində satırsan, daha başqa bir fərqlidir. Amma tam etnik, araqçı, milli geyim, tar, kamança, oturub rast çalıb, tutalım İsveçrədə 1 saat dəstgahla o təbliğatdır.
burada yaxşı satış menecerləri olmalıdır. Yaxşı təqdim edən olmalıdır. O xəttlər ki var, festivallar, o leveldə olan o menecerlər, prodüserlər, onlara bizim proyekti, bizim musiqini təqdim eləmək lazımdır ki, bax belə bir şey var. Hə, orada maliyyə söhbətləri də var da, müqavilə filan, beşməkandır, o soran işlərdir. Amma ümumilikdə ora gedib çıxmaq lazımdır və onlara bunu təqdim eləmək lazımdır ki, onlar dünyaya satmağı başlasın. Ara sıra olur təbii ki, bizim ifaçılardan da var. Alim Qasımov həmişə öz məsələn səfərlərinə gedib, özünə dəvətlər gəlib dünyadan, menecerlər, prodüserlər tərəfindən, Natiq müəllimdir, Ənvər müəllimdir. Var, yəni var bizdə o levela qalxmağı bacarıb. Var, yəni əslində daha çox ola bilər, amma kifayət qədər də var. Toy məsələsi işləri çox korlayır. Həm asan gəlir barədə bir sənətçi o qədər rahat qazanır ki, toydan və yaxşı da qazanır. Həmişə də bol olsun təki. Amma o yaradıcılıq ki var, Avropaya, dünyaya satası yaradıcılıq demək olar ki, bu tərəfdən maddi tərəfdən çox rahatdır deyənə. Yəni həmin pulu evimdə yarım saata qazanıramsa, bunu İtaliyaya gedib 3 günüm sərf edib, samolotdan düş, başsındır burada yaxşı canlı filan. Burada yarım saat həmin puldan da yaxşısını qazanıramsa, biraz belə o stimul ölür. Əlbəttə ki, sənətdir. Çünki sən orada komfort zonadasan da. Komfort zonadasan və sənin ifan belə də diqqət mərkəzində deyil də. Əvvəlki toylar kimi yemək ayrı, çalğı ayrı, sənin qəzəlində, çalğında, rəngində, dəramədində səhv tutsunlar ki, qədəş düz olmadı. Yox. Birincisi toylar o vaxtı korlanmağa başladı ki, musiqi cəhətdən, indi musiqiçi tərəfdən deyirəm, sənət baxımından deyirəm. Yeməklə musiqi birləşdi. O vaxt yemək ayrı idi, yedin, içdin, gəldin burada oturdun, sakit muğamva qulaq asırdın. Amma indi o ki, şadlıq saraylarında yeməklə musiqi birdir. Təbii ki, yemək yeyilən yerdə orada o xalı düz eləmədi və yox, yeyir, o içir, söhbət eləyir, sinif yoldaşı, 10 ildir görmür filan. Yəni, həm də musiqi var. Musiqi də nəyə görə? Oynamaq üçün. Dinləmək üçün yox. Bir şey ki, mahnıya oynanılır da. Yəni, mahnı dinlənməlidir, burada söz var, fəlsəfə var. Amma biz mahnıları bir-birinin ardına qoşuruq ki, ritim dayanmasın ki, xanımlar rəqs eləsin. Arada boşluq olan kimi də müğənni, musiqiçi, təşkilatçı narahat qalır ki, drive öldü, dayanmayın. O birisi kimsə ifaçıdan ifaçıya dəyişir. Onu siz görəsiniz də, məsələn, səhnə arxasında necə tələsdirirlər ki, tez çıx, boşluq oldu. İndi ev yiyəsi deyəcək ki, niyə dayandınız? Necə niyə dayandınız? 1 saat da dayanmadan musiqi gedir də. Cəmaət də foyedə. Eşitmir axı içəridə bir-birini. Yazıq 10 ildir bir-birini görmür, sinif yoldaşlarıdır, əskərlik yoldaşıdır, qohumdur, əqrəbədir. Danışmaq istəyir, danışa bilmir. 1 saat da dayanmadan musiqi gedir. Çıxır foyedə. Toy foyedə baş tutur bizdə. Yəni demək olar ki, cəmaət foyedədir də. Oynayanlar içəridədir, bir də çox içənlər içəridədir. Çünki qulaq tutulur axı içəndən sonra. Elə də vecbə olmur da o çox səs. Normal adamlar, normal belə o toya gəlib, doğrudan da nəsə bir ünsiyyət, danışmaq kimi hamısı foyedədir. Meyvə yeyə söhbət edir. Çünki fikir verin, girirsən toya 70% foyedədir, 30%. O da ki, görən hamı şeydir, qulağını tutub çıxır bayra ki, çıxın bir... Niyə musiqi dayanmır? O musiqilər də mahnılardır, hansı ki, Tofiq Quliyevdən, Rauf Hacıyevdən, Cahangir Cahangirovdan olan mahnılardır. Tamam, başqa 6-8 mahnılardır ya. Amma onu biz qaldırırıq eyni metronoma, çıqada dayanmasın ki, arvadlar birdən məsələn narahatçılıq eləyər ki, nə oldu deyir, oynayırdıq axı. Bir-birinin dalınca qoşuruq ki, toy şən keçsin, drive olsun. Həmin mühitdə də musiqinin keyfiyyətindən artıq burada, yəni günün üzrə nəyisə söhbətini eləmək. Toyda isə gələn ifaçılar adla gəlir. İfasının orada boğazında elədiyi xırdalıqlar və yaxud onlar elə də böyük rol oynamır. Ad gəlir, status gəlir, filan kəs gəldi, 5000 getdi, filan kəs gəldi, 3000 getdi, filan kəs gəldi, 10.000 getdi. O ev yiyəsi də bilir ki, çox güman ki, bu fonoqramdır. O xanımlar ki, var şəkil çəkdirənlər, yaxınlaşanda görürlər ki, yəqin ki, fonoqramdır.
Bəlkə də fonoqram da elə canlıdır, amma yəni status gəlir də, o müğənninin statusu gəlir 10 minə, 7 minə, 8 minə, 5 minə. Ona görə də orada sənət, filan kəs filan toyda bir dənə boğaz elədi, filan, o yoxdur. O demək olar ki, itib batıb. Elə bir şey, yəni o mühitdə mümkün deyil. O vaxtki toyxanalarda var idi ki, filan kəs bir dənə rast oxudu, hələ də qulağımdadır. Filan kəs bir dənə, filan kəs bir toyda 3 dənə şur oxudu, başqa qəzəllər. Sənət bu idi. Amma indi toydakı sənət belə də tam mənada və bu mühitdə də sənət yoxdur deyənə hər hansısa bir inkişafdan da söhbət eləmək gülüncdür də. Həmin mühitdə tutalım mən dediyim o yemək ayrı, musiqi ayrı yerdə 3 dənə şur oxuyurdu. İkinci şurda birincinin qəzəllərini oxuya bilməzdi. Sənin qəzəl bazan olmalı idi. Tarçalan da eyni rəngləri, əraməti çala bilməzdi. 1000 dənə rəng var da. Orada onu çaldın, ikincidə başqa şey çaldı. Çalanda da gəlib dedilər ki, qardaş bu başqa rəng çalar, o eyni oldu. Qəzəl eyni oldu. Ya səhv tutardılar, burada plan hissə qaldı. İndi o səsküydə, o mühitdə yemək yeyilir, içki içilir, oynanılır. Orada nəsə, o sadəcə ritm deyən mamalıdır ki, toy getsin. Özünü fəda eləyən bir müəyyən bir kütlə var. Azdır, çox azdır. Buradan bunu eləyir, düzdür, kommersiyadır, satmalıdır, dolanmalıdır. Amma sənəti yaddan çıxartmır. Həm də paralel itirmək istəmir də o illərini oxuyub baxıb. Məktəbini oxuyub, uçilişini oxuyub, konservatoriyasını oxuyub. Öz zəhmətinə heyfi gəlir də, bunu gedib 3 manata satsın, elə daim komfort zonada keyf eləsin. Axı mən öyrənmişəm, qoy ev yox, mən verim, qulaq asmazlar, mənim içimdən çıxsın. Qoy mən eləyim. Ev yox, orada 5 nəfər qulaq asar, buna 25 nəfər. Amma ev yox, o 5 nəfər də mənim üçün dəyərlidir. Onu eləyənlər var. Amma təbii ki, 25-i qoyub 5-ə qaçan adamların sayı az olur da. Yəni o təmiz, vicdanlı, axı mən musiqiçiyəm. Buradan bunu təqdim edirəm, ev yox, buradan da keyfiyyətli musiqi təqdim eləyim. Ev yox, az baxılar, 3000 olar baxış, 5000 olar, 10000 olar. Amma qoy mən eləyim. Onu deyənlər təbii ki, azdır. De gündə bir texnologiya çıxır da, düzdür. Ona kritik yanaşanlar da var. Bu radiasiyadır başdan ayağa, yox belə də. O zaman müəyyənləşdirir də. Məsələn, o vaxtı bir knopkalı telefonlardan sensora keçdikdə, məsələn deyirəm. Lap elə knopkalı qalsın. Ümumiyyətcə mobil telefonlar çıxan vaxtı yadınıza gələr yəqin ki. Mobil nədir? Zəng elə evə danışaq filan 5 mekan. Adamlar var deyə heç almırdı mobil telefonları. Ki o nədir? Mən mobil telefon evə zəng elə danışaq da. Mobil dədə-babalarımızda mobil telefon olub. Amma indi mobil telefonsuz adam balaca uşaqda da var, yəni təsəvvür. Və yaxud knopkalıdan sensora keçid vardı, yadınıza gələr. Telefon knopka ilə olar. Telefon yox idi ya. Eybi yox, yaxşı dedin olsun. Knopka ilə olar. Gör dədə-babalarımızda şey olub da, knopkalı olub. Sensora o nədir? Mən belə əlim ilişici, knopka. Amma getdi də, yəni bu zaman knopkanı elədi. Sensor dövrüdür. Hər şey, maşında da hər şey sensordur. Telefonda da, planşetdə də. Yəni bu kritika həmişə olub da ki, o nədir elə şey olar. Amma zamanla, uğursuzdursa, doğrudan da zaman onu ələyir. O qala bilməz. Amma doğrudan da məntiqlidirsə, əsaslıdırsa, nəyəsə əsaslanıbsa, doğrudan da bir inkişafa yol açırsa, mümkündür. O kim nə deyirdisin. Mən özümə də deyən olub ki, qardaş, yəni xalq artistlərindən ki, mən səni başa düşmürəm. Mən sənin çalğını qəbul eləmirəm, amma görürəm qulaq asılırsa, yaxşıdırsa, satılırsa, pulun zadın varsa, deməli yaxşıdır da, mənə çatmır prosto. Mən üzümə deyim, mən qəbul eləmirəm sənin çalğını. Olsun, bu da olsun. Ya məsələn əsassız bir səhv tutmağa çalışıblar. O bir dənə şey çalışsan falan yerdə o baxmışam ki, heç o kompozisiya sən o mahiyyətini başa düşmürsən ki, sən orada nəyisə göstəriş verirsən. Axı heç mən tamam başqa şey ifa eləmişəm. Sən ənənəvi ifaçısan. Sən başa düşdün mənim burada nə demək istəyirdim ki, orada səhv tutasan. Bir kəlmədən ki, qardaş, mənə uzaq bir şeydir də, yəni tərzdir. Məsləhətdirsə, yaxşıdırsa, yəqin ki, düz olar da. Diy çəkil qıraq adam. Həmin moment çox gülməli gəlib ki, bu nədir deyə, bu heç yəni sən bilmədin axı mən nə demək istəyirəm orada. Belə də olub. İstəməyərəkdən eşitmişəm, tutalım kimlərsə söhbət edib.
O əvvəllər daha həssas yanaşırdım. Ha, bu falan kəs belə dedi. Falan kəs şey. Sonra gördüm, yox, belə də olmalıdır. Həm də ki, dayı tarix boyu olub da bu. Elə olub ki, buradan tərifləyib, buradan tərifləyib. Sonra özünü tanımamazlığa da vurub. Bax belə də. Təklikdə tərifləyib bax. Ki, o son olub. Sonradan məsələn kimsə gəlib deyib ki, bəs falan kəs səni tanımır. Deyirəm, necə o gün məni tərifləyirdi axı. Üzmə. O deyir, yox, bəs mənə deyir ki, bu kimdir belə. Belə də olub. Ki, bu təklikdə tərifləyir ha. Cəmaət içində deməyib ki, deyərlər ki, birdən bu Şəhriyarə baxır məsəl üçün. O zəri tökülər də məsələn. Elə də olub. Belə üzmə tərifləyən də olub. Hamının içində mən olmamışam tərifləyənlər də olub. Elə də olub. Nəyəsə xətir tərifləyənlər də olub ki, güya deyil. Amma bilirəm də məsələn bu boğazdan yuxarıdır. Ki, o ortamda tərifləmək lazımdır deyənə. Elə də olub tərifləyib. Sonra başqa ortamda təzədən öz bildiyini danışıb. Görmüşəm ki, o günkü çox süni bir şey imiş də, yalandan imiş. O şeyi istəyərsən ki, sən başa düşürsən, onun içinə daxil ola bilirsən, deyirsən ki, yox, mən bilirəm ki, bu belə, amma bu belə olmamalıdır. Amma sən başa düşmürsən axı. Sən tutalım ənənəvi muğam ifaçısısan, mən tamam başqa bir tərzdə bir şey təqdim edirəm. Sən heç girişi, çıxışı, oradakı inkişaf xəttini falan heç şeydən baş açmamısan. Amma deyirsən ki, o nədir? Necə nədir? Bəlkə bir diqqətlə qulaq asasan, bəlkə bir daha həssas yanaşasan, bəlkə bir çalışasan, bəlkə deyəsən ki, heç valla mən başa düşmədim. Çalışdım, başa düşmədim. Və yaxud çalış bir başa düşməyə. Bu sənət elədi ki, bayaq dediyim kimi tək tar çalmaqla deyil. Burada bədii cəhətdən özünü inkişaf elətdirməkdən gedir söhbət. Burada diplomatiya lazımdır. Burada oturuş-duruş lazımdır. Burada əyin-baş lazımdır. Burada açığı deyim də, yəni borc edib bahalı maşını da almalısan. Yaxşı görsənmək üçün, özünü yaxşı təqdim eləmək üçün, təəssürat yaratmaq üçün. Burada danışıq qabiliyyəti, ünsiyyət. Burada özünü inkişaf. Burada özünü dünyadan təcrid eləməmək. Çünki musiqi o qədər sürətlə inkişaf eləyir ki, sən xəbərin olmalıdır bütün dünyadan. Məlumatlı olmalısan. Elə balaca bir dünyada qapan ki, yox, mənim ki, muğamdır, bərdaşma. Yox, onu indiki vaxtda mümkün deyil. Bunlar hamısı birləşərsə, yəqin ki, uğurlu olar. Çünki belə bir şey var. Mən məsələn bir ara belə də özüm üçün bir dənə belə mütaliələr elədim. İfaçıları, öz sahəmdəki ifaçıları. Məsələn də indi ad çəkməyəcəm. Filan kəs çox gözəl ifaçıdır. Niyə burdadır? Baxırsan ki, niyəsi elə də dərində deyil. Məsələn deyirəm. Danışıq qabiliyyəti yoxdur. Yoxdur da özünü təqdim eləməyi yoxdur. Axı istər musiqi, istər rəssamlıq, istər lap belə operator olsun, özünü təqdim eləməkdən çox şey asılıdır axı. Məsələn, iki adam görüşür, heç bir vaxt bir-birini görməyiblər. Həmən tutalım ki, gəldim, geyimim o deyil, çiğ, əzik tutalım ki, saçım dağınıq, üzüm qırxılmamış, səliqəsiz bir saqqalda, dırnaqlarım çiğ. Məsələn deyirəm, nə barədə, nə fikirləşərsiniz mənim barəmdə? Hələ danışmamışam axı. Mən sonradan qızıl xırdalıyım, bütün elmləri açım, töküm. Amma ilk təəssürat o olmadı axı, yarımçıq oldu. Özümü dağıdım sonra ki, mən filan kəsəm. Belə də. Amma yaxşı geyimdə gəlim, yaxşı maşından düşüm, yaxşı ətir, yaxşı saç, yaxşı saqqal filan. Artıq 1-0 qabaqdasın axı, düzdür? İfaçı da səhnəyə çıxanda tək tar çalmaq da öyrək. Məsələn də səhnə mədəniyyəti var da, səhnə yerişi var, səhnə duruşu var, səhnə baş əyməyi var, səhnə jesti var. Bunların heç birini nəzərə almayasan ki, mən çalıram da, onsuz da əsas çalğı döyür. Yaxşı, çıx səhnəyə. Çox könti addımlarla addım vurursan səhnəyə, düzdür? Əyin başında o döyür. Bədən dilində o deyil, tutalım ki, özünü yaxşı təqdim eləmirsən. Tamaşaçıda nə fikir oyanır? Hələ çalmamısan axı. Hələ gəlmisən, oturmusan, hazırlaşırsan. Uje
sən 2-0 geridəsən. Tamaşaçı biri başa düşür də çağını. 5-i başa düşmür axı. Görüntü var, 5-i görüntüyə önəm verir. 5-i o vision'a fikir verir də o. Bu nə kimdir gəldi Respublik Qozbel məsələn də belə. Amma məsələn ifaçılar var ki, şax giydi, gəldi, özünə əmin bədən dili satıraq adamdır. O hə. Uje 2-0 qabaqdadır. Çox sağ olun ki, varsınız. Mən bu kanalı çoxdan da izləyirdim. Həmişə özəl qonaqlarımız olur, sevimli qonaqlarımız olur. Həmişə də belə bir qıraqdan həmişə hətta şərh də yazmışdım bir video, Həcaqirə yazmışdım desən. Hə, ola bilər. Ya Valeh müəllimə yazmışdım. Həmişə də belə bir xoş, belə təmənnasız bir kanal, bir atmosfer hiss eləmişəm bu buraxılışlarda. Çox sağ olun ki, məni dəvət elədiniz. Ürəyim açıldı. Belə elə söhbət kimi oldu da, yəni qeyri-rəsmi bir şey oldu. Heç yerdə danışmadıqlarımı danışdım. Xoş oldu. Uğurlu olsun, davamlı olsun və ən əsası da o ki qaymaqlar ki var, talım mən çıxın, mən yoxam heç orada. O ki qaymaqları çağırırsınız, yaxşı söhbətlər. O qaymaqlar heç vaxt bitməsin. Həmişə bizim elə ağsaqqallarımız olsun, danışılası mövzularımız olsun, ənənələrimiz olsun, gözəlliklər olsun ki, o ağsaqqallar da gəlsin, bu kanalda danışsın. Biz də baxaq, feyziyə balaq.